Ben senin kardeşini de görmüştüm bir defa. Bir defa. Bilirsiniz, mesela 42. idi neydi? Akçıman'daydım. Bana dediler ki Hüseyin Cavid'in oğlu askerlikten bırakmışlar, gelmişti. Ağır hasta gelmişti. Ağır hasta dediler, gelmişti. Bana dediler, Akçıman'da şehirde, onda dediler ki gelmişti. Bir defa kişide gelirdim, bana bunu gösterdiler. Demek ki soldat paltarındaydı. Soldat paltarındaydı yani. Çok ağır. Yüzü gözü çok böyle solgun, böyle ama böyle sıfatı güzel bir oğlan. Güzel, anam okşaydı, eğleyin anam. Güzel bir oğlandı. Ama ondan sonra haberim olmadı Zümrənin. Sonra o vaxtlarda. Ona göre deyirəm də, vəfat eləyəndə ən yaxın qohumlardan başqa heç kəs cənazəni dəfnə getmirdi. Hamı çəkilir. Hava vəfat edib, nə edib mənim ondan xəbərim olmadı. Çünki o, mənim özüm elə bilsəm, bir iş sahibi deyildi. Deyirəm, qorxurdular dəfnə, amma indi Naxçıvanın ən gözəl məqbərəsi onlara qismət oldu. Talih işidir də, görünən gözəl yerlərdə olanlar. Çox. Kitablar, bilin, kitabı sevirsiniz, çox maraqlıdır. Burada Cavid öz əli ilə bizim təvəllüdləri yazıb. Adını Qurana yazırlar. Bu isə qamusa yazıb. Bax, burada hamısını özünü yazıb. Bunları mən şeyini yazmışam. Anamki bəli, yazıb Mişkinatın təvəllüdü qabağında yer yoxdur. Çünki dəqiq bilmirik, 2-ci ildəndir. Burada hamısını yazdım. Hətta bir məndən qabaq bir uşaq olub. 21-də. Sən ikincisi zaten. Mən 3-cü olaraq var idi. Deyirəm ki, bəlkə də o 2-ci mənim dözümü dözməyəcəkdi. Allah onu götürüb ki, 3-cü də olsun. Çünki bunlar ki, uşaq deyilmişlər. Yəqin ki, elə. Və 3-cü də belə. Bunların ölümünə sonra bu əli ilə yazdım. Ona görə nə yaxşı ki... Bu nə kitabdır? Bu lüğətdir, Kamus-u Türki. Məşhur lüğətdir. İstanbuldan gətirdi. Bütün bu çox qəribədir. Kirəçilik ki, 115 kitab nədir? 115 kitab nədir? Bunlar hamısı İstanbuldan gətirdiyi kitablardır. Özdir, çalışır. Yunan tarixi, təbabətə var, təbiətə var, astronomiya var. Hamısı elmi. Eyni zamanda belə, bunlar hamısı onun... Bunlar hamısı belə, həyatdır, çox faciəli həyat keçibdir. Ancaq yəqin onun bir dənə xoşbəxtlik oymuş ki, sən varıdın. Sən yaşamısan. Görünmüş, mən də tərəfim bunları bir yerə yığmışlar. Sən yaşamasaydın, açıq danışaqda. Elə. Bunlar bir yerə yığan olmayacaqdı. Yox, çətin olar. Bunlar yığan olmayacaqdı. Siz təsəvvür edirsiniz, burada Nevir, Naminə elə bir şey yoxdur. Həqiqət elədilər. Bu vəfalı evlat həmişə ata-ana üçün çox böyük neymət. Böyük neymət, çox vəfalı evlat. Sən varsan, sən bunu yaratmısan. İndi devlət, hükümət, mən özellikle parça kimi bu işləri görmüşəm. Sizin köməyiniz, amma köməyə də gerək bunu... Amma bunu heç kəs görə bilmərdi, səndən zaman. Demək, yaxşı ki, Allah bütün bu əzab vəziyyətləri onlara veribdir, amma sənin onlara veribdir. Saxlayıb ki, bunu devam edin. Sən də saxlayıb ki, sən də bu irsi saxlayıb yaşanırsan və bu gün göstərirsən. Bu stolun da bir maraqlı tarixi var. Bunu? Bunu. Demək, gəlib yoxlamada hər yer yoxladılar. Yoxlamayan yer qalmadı. İndi bizim əlimizdə çox cüz'i. Misal üçün, burada 5 dəqiqə oturur, bu mənim arzum. Biz burada necə otururduq? Burada Cavid otururdu daimi. Burada mənim yerimizdir. Ora Ertuğrul'un yeriydi, orada anam. Daimi biz belə otururduq. Burada gələdə oturmağı deyirəm, yox oturma orada. Orada oturmağı hiç etmiyor. İndi mən hörmət elədim Cavid'in yerini tutdum. Həmin o stoldur ki, onun gözlərini yoxlayanlar
Umudurlar ki yemek stolunu gözü olabilir. Ne kalırsa bize burada olanlar kalır. Bak həmin bax belə Azərdən, dəftərdir belə, bloknotlardır, qeyd dəftərləridir. Bax o bu 3 dənə gözləmir. Yeganə yoxdan bilən şeydir. O da görür taliyin işli ki, nəsə qalmalıydı. Axı heç nə qaytarmadı. Qalmalıydı. Biz ona göre bu stol mənim üçün son derece kıymetlidir ki, onlar bizim qaldı. Ben de burada oturdum. Bəli. Burada senin yerin var değil mi? Mən yeri bırak. Ofisten de yerim. Otura bilərəm.